Değerli dostlar, Futbolistama YouTube kanalında biz indi Çempionlar Liqasındakı növbəti rəqiblərin formalarındayıq gördüyünüz kimi Tərlanla birlikdə. Və ilk şütümüz Arsenal Real Madriddir. Yəni, nəyə görə Arsenalı birinci deyirəm? Çünki aprel ayında 8-də səhv ilk oyun Londonda olacaq və Arsenal Real Madridlə üz-üzə gələcək. Formalardan gördüyünüz kimi mən burada Arsenalı təmsil edirəm. Tərlan Şahinoğlu isə Real Madridi. Onun avantajları çoxdur. Faktlara əsasən danışacağıq. Amma belə başlayaq da, sizin bu turnirdə nə uğurunuz var? Açığı Arsenalın uğuru 2006-cı il Çempionlar Liqasının final oynamasıdır yeri gəlmişkən. Barcelona'ya məğlub olmuşdu komanda, amma həmin o Arsenal bəlkə də tarixin və ya bizim izlədiyimiz tarixin, futbol tarixinin ən yaxşı Arsenalı idi. Çünki məğlubiyyətsiz çempion olmuş bir Arsenalın davamı idi. Arsene Wenger'in Arsenalı idi. Üstəlik Henry'li oyunda hesabda önə keçmiş bir Arsenal idi. Yox, söhbət mən Real Madridi 8-də 1 finalda mübarizədən kənarlaşdıran bir Arsenal. Real Madrid və Arsenal komandaları Çempionlar Liqası tarixində, yəni 1992, bəli, Çempionlar Liqası adlananlar mövsümündən bu yana bir dəfə Üçünə qalsa deyəsən 10% şans verir. %10% şans verilir məncə Arsenala Real Madrid qarşısında. Və nəzərə alsaq ki, komandanın mərkəz hücumçusu, konkret mərkəz hücumçusu yoxdur. Kai Havertz mövsümü bağlayıb, Bukayo Saka qayıtsa da hansı vəziyyətdə qayıdacaq bilinmir. Digər tərəfdə də Atletico Madridlə çətinlik yaşasa da keçən bir Real Madrid var. Və digər tərəfdə isə çox rahat PSV-nin mübarizədən kənarlaşdıran, PSV və Real arasında təbii fərqlər müqayisə olunmazdı. Məyus bir Arsenal var, çünki Premier Liqada işlər. Amma Premier Liqanı qoyaq kənara, Arsenal üçün artıq bəllidir ki, məsələn, elə komandalar var ki, onlar üçün mübarizə davam edir. Real üçün də, Barcelona üçün də, deyək ki, Inter üçün də, həm daxili yarışda, həm də Çempionlar Liqasında. Liverpool mübarizədən uzaqlaşdı. Ancaq qalır liqadakı çempionluq uğrunda mübarizə. Amma Arsenal elədir ki, çempionluq şansı İngiltərədə bitib demək olar, fərq çoxdur və Liverpooldur. Yəni, Arsenalın bərk yapışacağı yer Çempionlar Liqasıdır. Orada da çox bərk bir komanda. Real Madrid özü də yəni La Liqada çempion olmaya bilər. Onun da ehtimalı var. Amma orada mübarizə davam edir. Yəni, Real üçün Çempionlar Liqasıda var, La Liqada var. Mübarizə davam edir onların içərisində. Çempionlar Liqasının play-offunda Real Madrid hamı bilir ki, tam başqa səviyyədə oyun nümayiş etdirir. Daha istəkli oynayırlar. Sanki elə bu turnir üçün oynayırlar. Gəl silahlara baxsaq, yəni Real üçün Arsenal Atletico'dan daha yaxşı rəqibdirmi? Sizin Arsenalınızda hal-hazırda hansı silahlar var, bir sayardınız? Yəni, məncə Arsenalın ən yaxşı bu mövsümkü göstəriciləri müdafiənin mərkəzində oynayan iki futbolçudur. William Saliba, hansı ki o Real'ın özünün hədəfində olan futbolçudur. Və digər də Gabriel Magalhaes və Magalhães. Bu iki futbolçu və William Saliba Real Madridin də istədiyi bir müdafiəçi. Yəni, hazırki Arsenalın mərkəz müdafiəçisindəki adlar Real'ın mərkəz müdafiəçisinin adlardan daha yaxşıdır. Bəlkə də indi Rüdiger orada əlbəttə daha üstündür. Ehtimal var ki, Antonio Rüdigerlə William Saliba oynasın növbəti mövsümdə. O müdafiə xəttini təsəvvür edəndə görün Real nə qədər rahat olar. Həmçinin bu mövsüm Arsenalda mən deyərdim ki, gənc oyunçular oynamağa imkanı əldə etdilər, özlərini göstərə bildilər. Miles Lewis Kelly sol cinah müdafiəçisi və Ethan Nwaneri Bukayo Saka mövqeyində oynayır, hücumun sağında və yaxşı İndi Tərlan Arsenaldan desə, mən də Realdan deyim. Realda da Ancelotti bəlkə məcburiyyətdən də olsa Raul Asensio'ya imkan verib müdafiə mərkəzində və çox yaxşı oynayır. Möhtəşəm oynadı Raul. Yəni, həqiqətən çox istedadlı və döyüşkən müdafiəçi olduğunu göstərdi. Amma Realın, gəl, indi baxsın, sən bayaqlar deyirsən ki, sizin Çempionlar Liqasında nə işiniz var? Lucas Vazquez'in və Ferland Mendy'nin cinahlarda olduğu Real Madridin də oradan axı zəif cəhətləri var. Saka yaxşı formada qayıtsa, onun qarşısında Ferland Mendy oynayacaq. Oynayırlar da qardaş. Yəni, mərhələ keçirlər. Təbii, fakt özü. Fakt. Onlarla belə mərhələ keçməyi bacarır Real Madrid. Həm də ki, qızıl topa namizəd oyunçular var komandanın heyətində. Ekstra. Öndəki dörtlüyə mən şey deyə bilmərəm. Öndəki dörtlük fantastikdir. Amma gəl unutmayaq ki, hücumsuz oynayan bir komanda dedinsə, faktiki Paris Saint-Germain də mərkəz hücumsuz oynayır. Nə Ousmane Dembele, nə Barcola, nə Kvaratskhelia, nə Desire Doué, onların heç biri mərkəz hücumçusu deyil. Amma onlar Liverpool'u keçdilər də.
Yəni ki, yəni hər komanda, məsələn, Kai Havertz ilə başlamışdı mövsümə Arsenal. O da mərkəz hücumçusu deyil açığı. Bəzən Mikel Merino oynayır, bəzən başqa bir oyunçu, Leandro Trossard yalançı 9 nömrə kimi oynayır, amma yəni Arteta Ancelotti-ni təəccübləndirə bilərmi? Barcelona ilə bağlılığı olan Mikel Arteta Bəli. Real Madridə qarşı, bu da əlavə bir ekstra qarşıdurmadır. Məncə şansınız yoxdur, uzatma. Valla şansın olub-olmadığını təbii ki biz 2 oyundan sonra biləcəyik. Arsenalın böyük hesablı qələbələri, Real Madridin gücü, çempionluqlarının sayı. Görək bu dəfə vəziyyət necə olacaq. Biz uğurlar arzulayaq komandalara. 10% cəmi şans verirəm Arsenala. Mənsə oyun başlayana qədər hər şeyin bərabər olduğunu düşünürəm. Görək. Evet.